Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübarakan fih. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Allah Tebaraka ve Teala öz mübarek kitabında buyurur: İnna Allah la yaghfiru en yushraka bihi. Allah özünə şərik qoşanları bağışlamayacaq. Və yaghfiru ma dun zalika limen yasha. Bundan aşağı, bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaq. Və men yushrik billah faqad iftara ismen azima. Kim Allaha şərik qoşarsa, artıq Allaha iftira atmaqla böyük bir günah etmiş olur. Və bu ayə əzəmətli bir ayədir. Nisa surəsinin 48-ci ayəsidir. Həmçinin Nisa surəsinin 116-cı ayəsində Allah Təbaraka və Teala eyni ilə deyir: İnna Allah la yaghfiru en yushraka bihi. Allah özünə şərik qoşanları bağışlamır. Və yaghfiru ma dun zalika limen yasha. Ondan başqa olan günahları isə, yəni ondan aşağı olan günahları isə limen yasha, istədiyi kəslər üçün bağışlayır. Və men yushrik billah faqad dalla dalalan ba'ida. Kim Allaha şərik qoşarsa, artıq böyük bir azğınlığa düşmüşdür. Və bu da Nisa surəsinin 116-cı ayəsidir. Yəni bu ayələr, şirk haqqında bu ayə Nisa surəsində 2 yerdə qeyd olunub. Və bu ayə haqqında danışmaq istəyirəm. Diqqətlə qulaq asın, ola bilsin Allah Təbaraka və Teala kimlərsə üçün faydalı etsin. Elm əhli bu ayə haqqında deyir ki, bu ayə şirk haqqında nazil olan ən möhkəm ayədir. Həmçinin deyiblər ki, bu ayə şirkin təhlükəsini, yəni onun qorxulu olduğunu göstərən ən möhkəm ayədir. Həmçinin deyiblər ki, bu ayə təvhidlə gələnlərə ən ümid verici ayədir. Nə deməkdir bu sözlər? Bu sözlərin mənası odur ki, yuxarıda qeyd olunan ayə, hansı ki Nisa surəsində, Allah Təbaraka və Teala o ayədə bizə şirkin təhlükəsini bildirir. Və alimlər də deyir ki, şirkin təhlükəsini bildirən ən dəqiq ayədir. Yəni Quranda şirkin təhlükəsini bildirən ən dəqiq, muhkəm ayə bu ayədir. Yəni biz bu ayəyə əsasən bilirik ki, Allah Təbaraka və Teala şirki bağışlamır. Aydındır. Və sonra dedik ki, bu ayə şirkin qorxulu olmasını göstərən ən möhkəm ayədir. İzah. Şirkin qorxulu olması, yəni onun nə dərəcədə təhlükəli olması. Və biri sual verə bilər ki, nəyə görə şirk təhlükəlidir? Cavab budur ki, şirk ona görə təhlükəlidir ki, Allah Təbaraka və Teala bu günahı bağışlamır. Bu günah heç vaxt bağışlanmır və sahibini əbədiyyən cəhənnəmdə saxlayır. Yəni, belə olduğu halda deyirik ki, bu ayə, həmin bu Nisa surəsində qeyd olunan ayə, şirkin təhlükəsini, qorxulu olduğunu göstərən ən möhkəm ayədir. Və sonra dedik ki, bu ayə təvhidlə gələnlər üçün ən ümid verici ayədir. Nə deməkdir bu söz? Yəni, alimlər ixtilaf ediblər. Quranda ən ümid verici ayə hansıdır? Və bir qrup alimlər başqa ayələr deyiblər. Yəni, bu alimlər arasında məsələ ixtilaflıdır. Lakin bir toplum alimlər də deyiblər ki, Quranda ən ümid verici ayə Allahın bu ayəsidir. Yəni, təvhidlə gələnlər üçün ən ümid verici ayə bu ayədir. Nəyə görə bu ayə? Niyə bu ayə ən ümid verici ayədir? Ona görə ki,
Allah Təbaraka və Teala bu ayədə açıq aydın, sarih ümid verir ki, şirkdən başqa günahlar onun istəyi altındadır. Yəni şirkdən aşağı olan, şirkdən başqa günahlar Allahın istəyi altındadır. Xülasə, bu ayə bizə dəqiq olaraq öyrədir ki, şirkə tövbə etməyənləri Allah Təbaraka və Teala bağışlamayacaq. Burada söhbət böyük şirkdən gedir. Lakin biri sual verə bilər ki, bəs kiçik şirk. Yəni, kiçik şirk də bu ayəyə daxildirmi? Sual. Yəni, Allah Təbaraka və Teala deyəndə ki, o özünə şərik qoşanları bağışlamır. Burada şərik qoşanlar deyildikdə, kiçik şirk də bura daxildirmi? Yoxsa söhbət yalnız böyük şirkdən gedir? Sual. Və bu sualın cavabı belədir ki, bir qrup alimlər deyiblər ki, ayə ümumidir və bura kiçik şirk də daxildir. Aydındır? Yəni, ayə ümumdur və ona görə də həm böyük şirk, həm də kiçik şirki əhatə edir. Yəni, ayə mütləq olaraq götürülür. O mənada ki, ayəyə həm böyük şirk daxildir, həm də kiçik şirk. Lakin, burada bir məsələ var. Diqqətlə qulaq asın. Sual çıxa bilər ki, əgər kiçik şirk də ayəyə daxildirsə, deməli, nəticə bu olur ki, Allah Təbaraka və Teala kiçik şirki də bağışlamayacaq. Axı, biz bilirik ki, bağışlanmayan yalnız böyük şirkdir. Burada isə deyilir ki, yəni bir qrup alimlərin sözünə görə, kiçik şirk də bağışlanmır. Yəni, bu alimlər məsələni necə izah ediblər? Yəni, bu alimlər deyəndə ki, kiçik şirkdə ayə daxildir, yəni kiçik şirk də bağışlanmır. Bu nə deməkdir? Yəni, bunu deməklə nə qəsd ediblər? Aydındır? Cavab. Və cavab budur ki, bu görüşdə olan alimlərin, yəni bir toplum alimlər dediyi ki, bu görüşdədir ki, ayəyə kiçik şirk də daxildir. Yəni, bağışlanmır. İnnallaha la yaghfiru ən yuşraka bihi. Allah özünə şərik qoşanları bağışlamır. Şərik deyiləndə kiçik şirk də daxildir, bağışlanmır. Deməli, kiçik şirk də bağışlanmır. Və bu qrup, bir toplum alimlər deyiblər ki, bura kiçik şirk də daxildir. Lakin onların muradı nə qəsdən deyiblər? Yəni, onların bu sözdə muradı nədir? Bunu izah eləmək istəyirəm. Və bu çox mühüm və dəqiq olan bir məsələdir. Odur ki, diqqətlə qulaq asın. Deməli, bu görüşdə olan alimlər deyiblər ki, yəni o alimlərin qəsdi budur ki, kiçik şirk bağışlanmır o mənada ki, mütləq tərəziyə qoyulacaq. Aydındır? Yəni, bu alimlər deyəndə ki, ayə ümumidir və ora həm böyük şirk, həm də kiçik şirk daxildir. Bu alimlər bu sözlə onu demək istəyirlər ki, kiçik şirk bağışlanmır. Yəni, mütləq tərəziyə qoyulmalıdır. Aydındır? Yəni, kiçik şirk tərəzinin sol tərəfinə, yəni, o hansı ki, belə deyək, tərəzinin sol tərəfində günahlar olacaq, seyyiətlər və kiçik şirk qoyulacaq o tərəfə və həsənətlər də sağda olacaq. Aydındır? Yəni, kiçik şirk mütləq tərəziyə qoyulmalıdır. Məsələnin daha ətraflı izahı üçün, yəni biraz da məsələni ətraflı izah edim, hətta zehnində təsəvvür edəsən, necə bilirsiniz, elə günahlar var ki, tərəziyə qoyulmadan bağışlanır. Elə günahlar var ki, tərəziyə qoyulmadan bağışlanır. Yəni, elə günahlar var ki, Allah Təbaraka və Teala o günahı sahibinə bağışlayır. Yəni, iş belə olduğu halda, yəni günah bağışlandısa, artıq o günah tərəziyə qoyulmur. Niyə qoyulmur? Ona görə ki, artıq bağışlanıb.
Ğufira zənbuh deyirlər. Yəni o filankəsin günahı bağışlanıb. Bağışlanıb, yəni o günah silinib və tərəziyə qoyulmur. Çünki Allah bağışlayıb onu. Yəni hesaba gəlmir. Aydındır? Yəni Allahın bağışladığı günahlar tərəziyə qoyulmur. Amma bağışlanmayan günahlar mütləq tərəzidə çəkiləcək. Aydındır? Bax, həmin bu kiçik şirk bağışlanmayan günahdır. Yəni, bağışlanmayan günahdırsa, deməli, mütləq tərəziyə qoyulmalıdır. Və tərəziyə qoyulandan sonra həmin o kiçik şirk, yəni sol tərəfdə olan kiçik şirk, həsənətlərlə çəkiləcək. Savabları çox gəlsə, insan nicat tapacaq. Yox, şirk olan tərəfi çox gəlsə, cəhənnəmə düşəcək. Və günahına görə yanandan sonra son mənzili onun cənnət olacaq. Xülasə, nəticə budur ki, o alimlər ki, deyir ki, kiçik şirk bağışlanmır, həmin o alimlər bu mənanı qəsd edir. İzah etdiyim mənanı qəsd edirlər. Bu görüşü deyənlərdən biri də Şeyxülislam İbn Teymiyyə rahiməhullahdır. İbn Teymiyyə bu görüşə daha çox meyl eləyir. Və həmçinin Şeyx Süleyman Teysirdə və Abdurrahman Fəthdə bu görüşə açıq aydın meyl eləyirlər. Digər bir qrup alimlər isə deyiblər ki, yəni ikinci görüşdə olan alimlər deyiblər ki, kiçik şirkin hökmü böyük günahların hökmü kimidir. Yəni, Allah təbaraka və teala deyəndə ki, İnna Allaha la yaghfiru an yushraka bihi, Allah özünə şərik qoşanları bağışlamır. Burada qəsd olunan şirk yalnız böyük şirkdir. Aydındır? Kiçik şirk isə böyük günahların sırasındadır. Yəni böyük günahların hökmündədir. Yəni Allahın istəyi altındadır. Və bu da ikinci görüşdə olan alimlərin rəyidir. Bu alimlər nəyə baxıblar? Nəyə nəzər yetiriblər? Bu alimlər diqqətlə olasın. Bu alimlər baxıblar ki, böyük günahın, fikir verin, böyük günahın, böyük şirkə oxşarlığı, yəni nisbəti və ya başqa cür desək, dünya və axirət hökmlərinə baxanda görürük ki, eyni ilə kiçik şirkdə onun kimidir. Yəni, və izah edim daha ətraflı, hətta məsələni təsəvvür edəsən, bu alimlər baxıblar ki, böyük günah bu dünyada sahibini İslamdan çıxartmır. Elə deyil, elədir. Eləcə də axirətdə sahibini əbədiyyən cəhənnəmdə saxlamır. Aydındır? Eyni ilə də kiçik şirk. Kiçik şirk bu dünyada sahibini İslamdan çıxartmır. Yəni, dünya hökmündə bu dünyada kimsə kiçik şirk etsə, o müsəlmanlıqdan çıxmır. O hələm İslam dilində qalır. Böyük günah kimi. Eləcə də axirətdə. Yəni, kiçik şirk olan, edib ölən, axirət hökmü odur ki, axirətdə əbədiyyən cəhənnəmdə saxlamır o günah. Yəni, kiçik şirk sahibini axirətdə əbədiyyən cəhənnəmdə saxlamır. İş belə olduğu halda, həmin bu alimlərin nəzərinə görə, kiçik şirk sən demə, elə böyük günah kimidir. Aydındır? Məhz buna görə də deyiblər ki, kiçik şirk böyük günahların sırasındadır. Böyük şirk isə, necə bilirsiniz, böyük şirk həm bu dünyada sahibini İslamdan çıxardır, həm də axirət hökmündə sahibini əbədi cəhənnəmdə saxlayır. Deməli, ikinci görüşə, yəni bu görüşə meyl edən alimlərdən biri də İbn Qayyimdir, rahiməhullah. İbn Qayyim öz Əd-Dəu və-Dəvah adlı kitabında və həmçinin İğathətul Ləhfən adlı kitabında bu görüşə meyl edir. Və həmçinin Şeyx Əbdurrahman Səadi rahiməhullah bu görüşü daha üstün görür. Və bu ayə haqqında məsələnin müxtəsər izahı idi və belə hesab edirəm ki,
izah edə bildim və Allah təbaraka və teala'dan istəyirəm ki, dinləyənlər üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.